Yenə də fonetika ilə davam edirik. Ümumiyyətlə bu qaydaları bilmək həm sözün fonetik xüsusiyyətlərini bilməkdə sizə kömək eləyəcək, həm düzgün tələffüzdə ola bilsin arfoipiya ilə də bağlı qabağınıza suallar çıxa bilər. Əgər sözün sonu bu hərf birləşmələri ilə bitərsə, yəni XT, ST, FT, ŞT bu hərf birləşmələrini daha doğrusu hərfin adı ilə desək XT, ST, FT, ŞT. Yəni biz bunları necə görə bilərik? Hansı vəziyyətlərdə bizim qarşımıza çıxa bilər? Ola bilsin ki, bu hərf birləşmələri sözün sonunda qarşımıza çıxa bilər. Məsələn, test. Başqa hansı söz yaza bilərik? Məsələn, xoşbəxt. Neft. Və s. Sözün sonunda qarşımıza çıxır, düzdür? İndi biz nəyə diqqət eləməliyik? Diqqət eləməliyik ki, görək bu sözlərdən sonra saitlə başlayan söz gəlsə, hansı hadisə baş verər? Samitlə başlayan söz və ya şəkilçi gəlsə, hansı hadisə baş verər? Qayda olaraq qeyd edirik. Əgər sözün sonu qeyd etdiyimiz hərf birləşmələri ilə bitərsə və onlardan sonra samitlə başlayan söz və ya şəkilçi gələrsə, yazaq. Samitlə başlayan söz və ya şəkilçi gələrsə. T tələffüzdə düşür. T tələffüzdə düşür. Məsələn, yazaq. Test toplusu. Bir də yazaq. Testlər. Baxın, burada samitlə başlayan söz gəldi. Bu ST-dan sonra. Burada da samitlə başlayan şəkilçi gəldi. Tələffüz zamanı nə baş verir? Sonuncu samitlər düşür. Yəni, həmin o bitişik qeyd etdiyimiz hərflər var deyə onlardakı sonuncu samitlər düşür. Burada olur test toplusu. Burada olur testlər. Yəni, L-da D-ya çevrilir, amma T düşür. Eyni zamanda, məsələn, xoşbəxtlik sözündə də samitlə başlayan şəkilçi olduğuna görə lik, oradakı T düşmüş olur və s. Başqa nələr deyək, yazaq. Neft deməyim, eyni zamanda yazaq. Neft quyusu. Samitlə başlayan söz gəldi. Tələffüzdə necə olur? Neft quyusu. Neftdən. Samitlə başlayan şəkilçi yazdıq. Tələffüzdə necə olur? Neftdən formasında. Ümid edirəm ki, bu hissəni başa düşərsiniz. Yəni, özündən sonra ST, FT, XT, ŞT özündən sonra samitlə başlayan söz və yaxud da şəkilçi gələrsə, tələffüz zamanı sonuncu gələn samitlər, baxın, bunlar tələffüzdə düşür. T-lar tələffüzdə düşür. Bəs sait gələrsə, hansı hadisə baş verə bilər? Bunlardan sonra yazaq. Bu səfər sait yazırıq. Saitlə. Saitlə başlayan, qısa yazaq. Saitlə başlayan söz və ya şəkilçi gələrsə. Söz və ya şəkilçi gələrsə, T, sonuncu T-lar hansı səsi verəcək bizə? D səsini. Yəni, T, D-ya keçəcək. Məsələn, yazaq. Biz nə yazmışdıq burada? Test toplusu. İndi yazaq test. Test işləmək. Baxın, saitlə başlayan sözdür. Sonra testin. Saitlə başlayan sözdür. Sonra başqa nümunə yazaq.
Saitlə başlayan söz. Saitlə başlayan şəkilçi oldu. İndi bunları test işləmək. Saitlə başlayan söz gəldiyinə görə t, d-ya çevriləcək. Burada işləmək l-dıya çevrilir. Bu qayda başqa qaydadır. Yəni şəkilçilərin fərqli tələffüzünə aiddir. Ç-da x-ştrixə çevrilir. Yəni dəyişir. Burada testin. Yenə t-dıya keçir. Saitlə başlayan söz gəldiyinə görə yenə t-dı olacaq. Yenə saitlə başlayan şəkilçi gəldiyinə görə t-dıya çevriləcək. Belə. Deməli, biz sözün sonunda gələn bu samitləri ümid edirəm ki, fərqləndirə bilərik. Yəni, bu qaydalarla yadımızda saxlayıb fərqləndirə bilərik. Bəs desəz ki, sözün ortasında qoşa kar samit gəlsə, o zaman hansı hadisə baş verir? Əgər sözün ortasında qoşa kar samit gələrsə, ikinci gələn kar samit öz qarşılığına keçir. Davam edirik. Məsələn, sözün ortasında gələn qoşa samitlərə aid nümunə yazaq. Kar samitlərdən söhbət gedir. Məsələn, şaxta. Baxın, bayaq dediyimiz XT hərf birləşməsi sözün sonundaydı. İndi sözün ortasındadır. Yəni, təkcə o yazdıqlarımızdan söhbət getmir. Başqa müxtəlif kar samitlərin birləşməsi olub. Yenə XT, ST, FT, ŞT bunlar sözün ortasında olanda yenə ikinci gələn kar samit qarşılığına keçir. Sözün sonunda olan qayda ilə bu qaydanı yəni eyniləşdirməyin, dəyişik salmayın. O bayaq qeyd elədiyim sözün sonunda gələrsə hansı hadisələr baş verir. Halbuki indi deyəcəyim qayda sözün ortasına aid. Baxın, bu kökün ortasındadır. Şaxta sözün köküdür. Artıq xeytə ortasında gəlibdir. Və yaxud da məsələn sürüşkən sözü. Gördünüz, artıq burada o bayaq qeyd etdiyim samitlər deyil. Yəni sırf onlardan söhbət getmir. Başqa kar samitlər də birləşə bilər. Məsələn, ş ilə k-nin birləşməsi və yaxud da kəşfiyyat sözünü yaza bilərik. Müştəri, bitkin və s. Başqa bir nə yazaq? Şaftalı. İndi bunların tələffüzünü qeyd edək. Deməli, bu qaydamızda da öyrənirik ki, əgər sözün tərkibində x, t, ş, k, baxın, bu artıq bayaqki qayda deyil. Yəni, nəyi demək istəyirəm? Yenə deyirəm. X, t, s, t, f, t, ş, t. Onlarda sözün ortasında gələndə ikincisi qarşılığına çevrilir. Və digər samitlərimiz də var. Məsələn, h ilə t yanaşı gəlsə də, məsələn, böhtan sözündür. Onu da yazaq. İki kar samit yanaşı gəlibdir. Və bunlar öz qarşılıqlarını, ikincisi təbii ki, qarşılığına keçəcək. Nümunə nə yazaq? Gördünüz, qarşılığına keçir. Sonra sürüşkən. İyyat şəkilçi olduğuna görə, kəşf sözün köküdür. İyyat şəkilçi olduğuna görə y-nın biri tələffüzə düşür. Baxın, qarşılıqlarına keçir. Böhtan. Amma uşaqlar desələr ki, bütün qaydalarda belədir, səhv olar. Elə sözlərimiz var ki, orada da sözün tərkibində müxtəlif kar samitlər birləşir, amma qarşılığına keçmə hadisəsi baş vermir. Məsələn, məşhur sözünü yazaq, məşhur.
Ş-hı hər ikisi kardır və sözün ortasında gəlibdir. Şkaf. Burada artıq sözün əvvəlində gəlibdir. Zəhmətkeş. Sənətkar. Burada bir qaydanı da xatırlamış olacaq. Baxın, məşhur sözündə ş-hı bu olduğu kimi qalır. Yəni bunlar istisnadır, dəyişmir. Şkaf sözündə şkaf demirik ki, şkaf olaraq qalır. Həm də h-nın qarşılığı yoxdur. Biz burada h-nı necə keçirək qarşılığını? Zəhmətkeş sözündə bunu səhvən belə tələffüzünü yazırlar. Zəhmətkeş. Olar sizdə zəhmətkeş. Olmaz. Zəhmətkeş yazsanız, baxın bu səhvdir. Doğru tələffüz forması ilə keş olaraq da qalır. Zəhmətkeş. Ümumiyyətlə, qayda olaraq yadınıza saxlayın. Kar və keş bunlar bir variantlı şəkilçilərdir. Bunların tələffüzü heç vaxt dəyişmir. Yəni, olduğu kimi qalır. Ən çox sənətkar sözündə sənətkarı sənətcar formasında yazırlar. Səhvdir. Burada dəyişmə baş vermir. Dedik ki, keşlə kar şəkilçisinin tələffüzü dəyişmir. Bu tələffüz səhvdir. Bunun düzgün tələffüzü sənətkar. Elə olduğu kimi də qalır. Görürsünüz, burada da t ilə k yanaşı gəlməsinə baxmayaraq, t ilə k yanaşı gəlməsinə baxmayaraq, yəni demək istəyir ki, ç-lar c-yə keçmir. Qayda olaraq belə də yadda saxlaya bilərsiniz bunları. Bir də ki, keşlə kar sözündə ümumiyyətlə tələffüzündə dəyişmə hadisəsi baş vermir. Ümid edirəm ki, burada da çətinliyiniz olmaz.